Gəncə şəhərində yerləşən Mirzə Abbas Saidi adına 20 nömrəli tam orta məktəbinin 2-ci sinif şagirdinin digər məktəbli tərəfindən döyülməsi ilə bağlı bəzi xəbər saytlarında məlumat yayılıb. Hazırda sözü gedən məktəbdəyik. Hadisənin hansı şəraitdə baş verməsini öyrənməyə çalışacağıq. Onu da qeyd edim ki, hadisə ilə bağlı ilk məlumatlı elə məktəblinin nənəsi yayıb. 20 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı nənəsi məlumat yayıb. Məktəblinin nənəsinin iddialarına görə sözü gedən məktəbin 2-ci sinifində oxuyan nəvəsi məktəbin 4-cü sinif şagirdi olan qız tərəfindən döyülüb. Sözü gedən məsələ ilə bağlı məktəblinin nənəsi Çimnaz Məmmədova ilə əlaqə saxladıq. O, hadisə ilə bağlı danışmaq istəmədiyini bildirdi. Nənə şifahi olaraq bildirdi ki, artıq o hadisə ilə bağlı şikayətçi deyil. Az yaşlının nənəsinin sözlərinə görə onu məktəbə buraxmayıblar. O da bu səbəbdən şikayət edib. Nənə yayılan məlumatları təsdiqləyib. Qadının iddiasına əsasən sonuncu oxşar hadisə ötən gün baş verib. Məktəblinin nənəsi onu da qeyd edib ki, nəvələrindən biri sanitar qovşağa zorla aparılaraq fiziki və mənəvi təzyiqə məruz qalıb. Nəticədə azyaşlının ayaqlarında sıyrıqlar, cızıqlar və hematomalar yaranıb. Zərər çəkən Çimnaz Məmmədovanın sözlərinə görə məktəbdən nəvələrini götürəndə uşağın ağladığını görüb. Şikayətçinin sözlərinə görə bu hal ilk dəfə baş vermir. Bundan əvvəl hər iki nəvəsinin eyni vaxtda sanitar qovşaqda döyüldüyü, nəticədə qızlardan birinin gözünə infeksiya düşdüyü iddia olunur. Nənənin sözlərinə görə dəfələrlə məktəb rəhbərliyinə bildirsə də, həmin uşaqla bağlı heç bir tədbir görülmür. Uşağı görmüşdülər, içəri buraxmadı, mən də nevləndim. Dedim, qoy gedim içəri, uşağı görüm kimdir, nəçidir, niyə vurur mənim uşağımı dəqiqədə bir? O da qapısı məni buraxmadı, mən də nevləndim. Nə görə məni içəri buraxmışsınız ki, mən bir sözümü deyim. Neçənci sinifdə oxuyur ki, nəvəniz? 2-ci sinifdə. Bəs kim vurmuşdu, bildinizmi? 4-cü sinifdə oxuyan bir qız da. Dedi, annənə qız məni yenə vurdu, onun bir dəfə də 1-ci sinifdə vurmuşdu. Xəsarəti hardan almışdı bəs? Birinci sinifdə gözlərinə mikrob salmışdı. İndi də dizləridir, yıxıb yerə yaralanıb. Məsələ ilə bağlı Gəncə Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Regional Təhsil İdarəsindən verilən açıqlamaya görə qeyd olunan məsələ ilə əlaqədar məktəbdə müvafiq araşdırma aparılır. Gəncə şəhər Abbaszadə adına 20 nömrəli tam orta ümumi təhsil məktəbində bir şagirdin digərinə xəsarət yetirməsi ilə bağlı sorğumuza cavab olaraq bildiririk ki, araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-sində tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib. Bununla yanaşı qeyd edirik ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb. Eləcə də məktəblilərin valideynlərinə mövcud vəziyyət ətraflı izah edilib. Qeyd edirik ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Şikayətçi Çimnaz Məmmədovanın iddiasına görə 2-ci sinifdə təhsil alan 2 qız nəvəsi mütəmadi olaraq 4-cü sinif şagirdi olan qız tərəfindən döyülüb. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Gəncə.